Deməli, burada da tarixi ad var, səmərəli ad var və beynəlxalq adı var. Var, ilk nümayəndə benzoldur. Mən C6H6 yazaramsa, C6H6. Bunun hər formada adı benzoldur. İstər belə, istər bu səmərəli, istər beynəlxalq. Hər formada adı benzoldur. Hər formada adı benzoldur. Var, mən C7 yazsam, H8. Yəni, başqa sözlə, bir dənə altı bucaqlı üstündə bir dənə CH3. Bunun adı toluoldur. Toluol, yadda saxlayın. Bunun adı toluoldur. Tarix adı toluoldur. Amma buna səmərəlidə deyirik, metil, bu belədir də, baxın. Toluol, baxın, bu şəkil. Burada hansı metil görürsünüz. Bunun səmərəli formada adı metil, burada da yazırsınız benzol. Metil benzol. İndi bir radikal olanda uşaqlar nömrələnmir axı. Bir radikal olanda nömrələnmədiyinə görə bunun onda beynəlxalq formada da adı nə olacaq? Metil benzol. Bunun beynəlxalq şəkildə də adı olur, metil benzol. Başa düşürsünüz? Uşaqlar, indi mən C8 olsun. İndi C8-də artıq dəyişir. Burada çəkim göstərim sizə. Baxın. Əgər mən bunu belə yazsam, bu şəkil. C2H5. Uşaqlar, biz buna nə deyərik bunu bu şəkildə yazsam? Belə yazılsa biz buna nə deyərik? Hansı radikaldır bu? Etil. Bunun hər üç formada adı olar etil benzol. Daha bunun xüsusi adı yox. Metil benzolun xüsusi adı var idi. Ona toluol demişdik. Amma burada deyirik etil benzol. Burada da deyirik etil benzol. Var. Burada da nə deyirik? Etil benzol. Diqqət. Əgər uşaqlar mən bunu bu şəkildə yazsam, artıq bu CH3-lərdə yer dəyişsəm, belə yazsam bunu. Bunun bu şəkildə adı ksiloldur. Buna deyirlər ksilol. Və bu CH3-lərdə yer dəyişir. İndi burada necə göstərim? Bu aşağıdan göstərim. Əgər bu CH3-lər qonşu karbonlardadırsa, baxın bu şəkil. Əgər qonşu karbonlardadırsa, 1-2 vəziyyəti. 1-2 vəziyyəti orto vəziyyətdir. O da deyirlər, orto da deyirlər. Uşaqlar 1-3 vəziyyətinə meta deyirlər. M hərfi ilə göstərirlər. Birincisi ortodur, bu M-dır, meta. Bu vəziyyət isə 1-4 olanda isə ona para deyirlər. Bunu desən, sikloda da bir dəfə toxunmuşdur. Belə olanda isə para. P də göstərilir, P hərfi ilə də göstərirlər, para da deyirlər. Bu məsələdə diqqətli olun. İndi birinci yazdıq.